Hal-hazırda bizim Neftçala rayonunun Mirzə Qurbanlı kənd ərazisində olan bənd ərazisidir. Bu da latoqdur. Bu latoqdan su gəlir, düşür bu bəndin arasına. Buradan gedir, orada böyük inşaat fondunda olan 20 hektarlıq sahə. O sahənin sahibi 3 il bundan qabaq 4-cü ilə keçir. Mən çağıtdırıb Neftçala rayon polis şöbəsinə. İndi həmin yerdə çəkəcəm, paylaşacağım. Çağıtdırıb ora ki, mənim qapımı, rəşutqamı oğramızı. Mənə Neftçala rayon polis polkovnikində artıq əslində sözlər deməyi heç, onu qoydum bir kənara. Üzümə də dirandı qısa qanqat. O həmin şey oğranan dəmir, material olan rəşutqa. Hal-hazırda başqa bir vətəndaşın qapısından çıxdı. Bir ildən sonra sağ olsun, harca polis əməkdaşı çıxdı, aparıb sübut eləmək üçün. Yəni xahişim odur ki, bu bəndin ərazisində də Boboda kənd əhalisi yaşayır. Bir nəfər qədər Boboda bəndə suyu buraxmağa icazə var. Mən xahiş edirəm, bir rəhbərlikdən baxsınlar buna. Rəng versinlər. Çəkirəm. Bunu çəkməyimin səbəbi odur ki, öz yerimi çəkib paylaşmışam. Demişəm, mənim torpağım çatmır. Rəsmi sürətdə ərizə də vermişəm. Sadəcə baxılmayıb. Buna görə diyorum ki, burada icazə var bu suyu buraxmağa bəndə latoğun arasına. Varsa belə hamımız ilə buradan çəkək suyu geçsin Ağzoyla. Gəldə deyirəm, bu da bu bənd ərazisidir. Xahişim odur ki, rəhbərimiz, bizim ölkə rəhbərimiz buna tədbir görsün. Görsün ki, yəni burada bu özünü nə hesab eləyir ki, ağadır, nədir bu? Mən burada boş yapar saxdırır polis şöbəsinə. Niyə? Mənim adıma ləkə gətirsir. Hazırda bu bənddir, baba bu bənd. Bu o biri kənd Uzunqubal kəndidir, bu sizdə baba, bu da Qeydir Latoğun arasına bizim kənd, Mirzə Qurbanlı kəndinin ərazisidir. Həm belediyyənin inkişaf fondundan torpaq sahəsidir bu. Su da bu bəndin arasında.